Salam, hörmətli izləyicilər. Vətəndaşa sual verir ki, bəs mənim əmək borcum var, kredit borcum var, digər vətəndaşlara borcum var. Məni həbs edə bilərlərmi və yaxud əmlakı müsadə edə bilərlərmi? Mən hüquqşünasları Seyid Zadə bu videoda məlumat verəcəm ki, kimlərin əmlakı müsadə edə bilməzlər, kimləri həbs edə bilməzlər. Əgər maraqlıdırsa videonun sonuna qədər izləyin, hörmətli izləyicilər. Və mövzuya keçən əvvəlcədən bir eyvanı nəzərdə çatdırım. YouTube kanalıma abunə olan şəxslər, əgər WhatsApp-a çəkib göndərsə ki, mən abunə oldum, onda hüquqi yardımı 10 manata ala biləcək. Normalda hüquqi yardım 25 manatdır, hörmətli izləyicilər. Nəzərə alın. Ərzlərində yazılması 50 manat. Və yəni keçdi mövzuya ki, kimləri həbs edə bilməzlər, kimlərin əmlak müsadə edə bilməzlər. Qeyd edin ki, əgər vətəndaşın yeganə yaşayış yeridirsə, daxil yoxdur, 10.000 də borc olsun, 100.000 də borc olsun, həmin ev belediyə müsadə oluna bilməz. Nəzərə alın. Eyni zamanda öz təcrübəmə əsasən əri arabasında olduğuma görə, yəni birinci qrup əri olduğuma görə və əri təşkilatının rəhbəri olduğuma görə və hüquqşünas kimi bir təcrübəmi sizinlə bölüşmək istəyən ki, əri olan şəxslərin dövlət tərəfindən verilmiş avtomobil varsa, o da müsadə oluna bilməz. Nəzərə alın. Eyni zamanda qeyd edin ki, nə həbsi oluna bilməz. Pensiyacılar, əlilliyi olan şəxslər, eyni zamanda vətəndaş əgər işləyirsə, vaxtında belə ödəyirsə, amma borcu çoxdursa, müəyyən qədər ödəyirsə, məsələn deyən, 50 manat, 100 manat ödəyirsə, o həmin şəxsə həbs oluna bilməz. Qanunsuzdur. Eyni zamanda onu da qeyd edin ki, əgər vətəndaşın 2 yerdə evi varsa, o halda biri müsadə olunacaq, birisi qalacaq, hörmətli izləyicilər. Əsasən hansında qeydiyyatdadırsa, həmin ev yəni qalacaq. Digəri satıla bilər. Hörmətli izləyicilər, nəzərə alın. Bunu əlavə qeyd edin ki, birinci qrup evə, ikinci qrup evə işləməyə bilər. Amma üçüncü qrup evə işləməlidir. Bəs iş olmadığı halda o nə etsin ki, yəni həbs olunmasınlar. Diqqətinə baxın deyəm, hörmətli izləyicilər. Amma da dəstək üçün videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Deməli, qanunverici əsasən qeyd olunur ki, əlilliyi olan şəxslər xüsusi yardımcı yerlərdə, kvota yerlərdə işləyə bilər. Bununla əlaqədar məşğulluq idarəsinə müraciət edin, məşğulluq idarəsi sizin növbəyə götürsün, əlilliyi olan şəxs kimi. Onlar yalnız hasan sizə iş versə, onda gedib işlə versə. Əgər iş yeri yoxdursa, onda siz yəni həbs edə bilməzlər. Nəzərə alın. Bir söz ümumiyyətlə bir şey deyində, insanı borcu görə həbs etmirlər. Qanunverici onu qadağan edir. Amma ona görə həbs edirlər ki, adını qoyurlar ki, məhkəmə qərarına hörmətsizlik, hörmətli icazə. Yəni ki, siz də göstərməlisiniz ki, mən ödəməyə hazıram, amma imkanım yoxdur. Məhkəmədə bunu nəzərə alsın. Yəni, belə deməsin ki, qəsdən manicəyi törədirsiniz. Hörmətli icazə, onu nəzərə alın. O formada. Yəni, deyim, pensiyam var, ödəyəm. İş yerim var, müəyyən qədər ödəyəm. Yəni, qeyd edin ki, amətdə 70% qədər, digər borcdasa 50% qədər tutula bilər. İstər pensiyadan, istər əmək haqqından, istər müavinətdən. Nəzərə alın, hörmətli icazə. Əsas məsələdən biri budur. 70%, 50% necə tutur, onu qeyd edir. Tutaq ki, azandır. Məsələn deyim, 500 manat bələdiyyə maaş alır və yaxud 500 manat pensiyası var. Çabuk götürəkdə və hesabımın rahat olsun. Onun əgər əmət ödəyirsə, o halda 70%. Yəni ki, belə götürək, 350 manatından artıq tutura bilməz. Məsələn, neyini adamın belə 200 manat banki borcu var, 260 manat da əmət ödəməlidir. O halda birinci növbədə 260 manat ödəyir, yerdə nə qalırsa banki ödəyir. Məsələn, 190 manat da ödəyir. Yəni, artıq belə banki ondan 250 manat tələb edə bilməz. Eyni zamanda qalan borclar, yəni ki, banki deyə bilməz ki, məsələn, sən 5 ay ödəmədin, 1000 manat yığıldı, 2000 manat yığıldı. O halda da ki, hörmətli icazə, uşağın 18 yaşına qədər həmin borc təxirə salınır.
Nəzərəm. Eyni zamanda əgər vətəndaş xəstə olubsa, yəni xəstəxana müalicə alsa, həmin dövrdə həmin vətəndaşdan borc tələb edilə bilməz. Eyni zamanda vətəndaş saxı qüvvədə xidmət edirsə, o halda da ondan borc tələb edilə bilməz. Nəzərəm. Hörmətli icracı, mütləq qaydada əsas məsələdən biridir. Bir daha xatırlatmaq istəyirəm ki, YouTube kanalına abunə olan şəxslər üçün telefon hüquq məsələsinin verilməsi, əyani hüquq məsələsinin verilməsi 10 manatdır. Amma abunə olmayan şəxslər üçünsə 25 manatdır. Bunun üçün mütləq qaydada imtiyazdan yararlanmaq istəyirsinizsə, hörmətli icracı, YouTube kanalına abunə olub, videonu bəyənib, şəkilini çəkəsiniz, qeyd olunan WhatsApp nömrəsinə göndərirsiniz. Mütləq qaydada. Bir də xahiş edirəm, kimin nə sualı varsa, WhatsApp-a səsini göndərsin ki, mən cavab verə bilim. Mən nəyə görə bunu edirəm? Yəni, özüm əri arabasında olduğuma görə istəyən pul yığım, həmin mənim belə çoxunu işləyən əri arabam xərab olub. Eyni zamanda əri dostlarım üçün geri götürmək istəyəm. Yəni, olan əri işini satım və hüququ yardım göstərir. Onlar da yəni xeyir görsün, mən də xeyir görüm. Ona görə belə insanlara dedim ki, bəs videonu bəyənin, YouTube mənə pul ödəsin. İnsanlar bəyənmir. Tənbəllik edir. Mən də ona görə qərara gəldim ki, özüm pul yığım. Ona görə hüququ məsləhəti YouTube kanalına abunə olmayan şəxslər üçün verdim 25 manat. YouTube kanalına abunə olan şəxslər üçün verdim 10 manat. Hörmətli icracı, nəzərə al. Məqsəd ondan ibarət ki, istəyən daha çox abunə yığım, YouTube ödəniş versin. Ona görə. Hal-hazırda 4080 nəfər çatmır ki, yəni mən hörmətli icracı YouTube kanalına 10.000 abunə yığım. Ondan sonra YouTube mənə öz butonumu verməlidir. Yəni dəmir işarəli orada yazır ki, 10.000 abunə. Onu almaq istəyirəm. Və digər məlumatı necə çatdığım hörmətli icracı. İstər kreditlə bağlı, istər amətlə bağlı, istər pensiyanla bağlı, istər müavinətlərlə bağlı, istər uşağın ünsiyyətlə bağlı, istər əmlakın müsadə olmasıyla bağlı, istər vərsəyi ilə bağlı, istər icraya ilə bağlı və digər məsələlərlə bağlı hörmətli icracı. Mənim 1900-dan artıq videom var, şərtlə birlikdə. Baxın, tanış olun, görün, mənim hansı danışığım sizə uyğun gəlirsə, ondan sonra müraciət edin. Hörmətli icracı. Əsas məsələdən biridir. Və sonunda bir daha xahiş edirəm ki, mənə dəstək üçün kanala abunə olun, videonu bəyənin. Mütləq qaydada. İmkan olsa da paylaşın. Əgər kimsə istəsə, iyanə də edə bilər. Hörmətli icracı. Diqqətinizə görə sağ olun. Sağ olun.